Ən son vəziyyət odur ki, bilirsiniz, hələ insanlar özəlliklə Əhərdə, Herisdə, şəhərlərdə də, o Qaradağ bölgəsinin, mahalının şəhərlərində hələ əhali evlərində gedib yaşayanmırlar. Yəni qorxularından ki, hər ləhzə mümkündür, yenə də zəlzələ qayıda və gəlir də ən sonu da, yəni dünənləri yenə gəlibdir, 5 Rişter həddində, 5 Rişterdən də biraz çox. İnsanlar gedib evlərində yaşayanmırlar və eşikdə, ondan sonra mədrəsələrin böyük olduğu üçün həyətin içində, çadırlarda bu cür yaşayırlar və yəni qorxu davam edir. Kəndlərdə hələ bəzi kəndlər, yəni mənim də içəridən aldığım bilgilərə görə bəzi kəndlərə hələ yetişənməyiblər. Amma bir çox milli fəalların, başqa yəni sivil toplumlarının dediyinə görə o əlləri çatdığı insanlara kəndlərdə eləyə biliblər ki, əvvəliyyə niyazlarını rəf eləyən vəsilələri, o cümlədən sudan, ondan çörəkdən filandan bunları yetirərlər, amma başqa sorunlar devam edir. Başqa sorunlar nə mənədir? Məsələn, tuvaletə ehtiyacları var, ondan sonra təbibə ehtiyacları var, dava dərmana ehtiyacları var. Bunlar devam edir. Mal, heyvanlar ölübdür. Orada mən bəzi aktivistlərlə danışıram ki, özləri də veterinerdirlər, bilirlər bu məsələləri və bölgəni yaxşı tanıyırlar. Öncədən özlərinin yəni müraciət elədikləri kəndlər və kəndlər olduğu üçün deyirlər ki, oradakı heyvanların çoxu qorxusundan ölübdür. Çöldə olmasına rəğmən qorxusundan ölübdür və o heyvanların necə deyərlər, ölüləri, dəmdəkləri onun çox xətəri var ki, insanları məriz eləyə və bunu götürmək lazımdır və bəzi də uçan evlərin, uçan o heyvan saxlanan yerlərin və töylələrin altında qalıb ki, bunları hələ çıxartmayıblar və ciddi bir mərizçilik, ümumi bir mərizçilik təhlükəsi hala da devam edir. Yəni epidemiya təhlükəsi, eləmi? Epidemiya təhlükəsi bəli, devam edir. Məxsusən gecələr çox soyuq olur. Bugün səhərdə soyuqlaşacaq o bölgə. İnsanların harda qalmasına, oradan necə məskən tutmasına indidən fikir qılınmalıdır ki, heç bir iş görülməyibdir. Onu yəni sağlamağa ehtiyac ciddi şəkildə vardı. Və ondan sonra da uzun müddətli, yəni bunlar evlərini, eşiklərini, hər şey əllərindən veriblər və bu millətin yardımı ilə, dövlət tərəfindən də o qədər yəni yardım yoxdur. Bəzi yerlərdə bir çadır qurmadan başqa heç bir şey olmayıbdır. Amma Salih bəy, mən dünən bir İranlı millət vəkililə danışdım. O Vərziqandan millət vəkilidir, Azərbaycanlı. O deyir ki, bunlar hamısı düşmənlərin sözüdür. Hakimiyyət çox gözəl yardımlar eləyir, hər kəsin qayğısına qalır və s. Yəni belə fikirlər də var. Valla orada mən yəni ciddi deyirəm, bunu hüquqi olaraq da bunu deyirəm. Özəlliklə Azərbaycan bölgəsində mən millət vəkilindən söhbət eləyə bilmərik. Orada millət vəkili yoxdur ki. Onlar dövlət tərəfindən millət vəkilini adına seçilmiş insanlardır. Yəni özlərinə bağlı insanlardır. Bunlar təbii ki, dövlət propaganda sisteminin bir bölümüdür. Onun üçün onların sözünün sənədiyyəti çox ola bilməz. Amma bütün bunlara rəğmən o Vərziqan nümayəndəsinin və ya millət vəkilinin sözünün əksinə Əhərin millət vəkilinin sözünü mən sizə ona cəlb eləyirəm. Ki, hər halda bölgədə olubdur, ondan indi nəcür olub, vicdanı tərpəşibdir. O hətta buraxın dövləti, Qızılaypara təşkilatına belə etimadı yoxdur. Təbrizin Səhənd şəbəkəsində deyir ki, ağlaya-ağlaya özdə deyir. Ay millət, yardımlarınızı ağlayır, bu millətə yardım eləyir. Dövlət tərəfindən yardım yoxdur. Yardımlarınızı hətta Qızılaypara cəmiyyətinə verməyir. Kim deyir bunu? Bunu Əhərin nümayəndəsi deyir, Ağay Fəllah deyir. Millət vəkili. Ağay Fəllah kimdir? O da elə hələ, bu da elə rejimin öz adamıdır. Yəni, hələ rejimin adamı ola, hər halda bir vicdanı tərpəşib da biləksə. Ki, hətta elə deyir ki, Salih bəy, nəyə görə deyir ki, yəni Qızılayparaya da heç verməyin, niyə? Çünki deyir ki, Qızılaypara da dövlət sisteminin təsiri altındadır. Bunlar aldığı yardımları alırlar, ambarda saxlayırlar, millətə yetirmirlər. Onun üçün deyir, mənim etimadım yoxdur, güvənim yoxdur bunlara. Direkt aparın, özünüz əlinizlə verin. Hətta deyir ki, dövlətə deyir ki, bura
Gəncədə bir məhəllə, Gəncədə bir bölgə deyil ki, qoyun insanlar gəlsin, öz yardımlarını eləsinlər. Və sonra Sepahın oranı alması. Baxın bir, millət tərəfindən, özəlliklə öncədən də bunun zəminəsi vardı. Azərbaycanlılar tərəfindən dövlətə qarşı ciddi bir narizayılıq vardı. Ciddi bir güvənsizlik vardı. Millət çox ciddi şəkildə hakimiyyətin əlindən asıdırlar. Hələ indi bu zəlzələcədələrə başları qarışıqdır. Gələcəyini siz indidən kəstirmək olmaz, amma bəllidir ki, millət çox qızğındır dövlətə. Onun üçün Sepah indidən qabaqdan gəlmişlik eləyib, orada millətə yardım eləmə əvəzinə gedib bölgəni qoruq eləyib, oranı əmniyyət eləyibdir ki, hər hansı bir etirazlar, yəni ümumi xalq etirazı ilə qarşılaşsa orada bastıra bilsin. Yəni ki, bölgəni qoruq eləyib deyəndə, yəni ki, o qoruyur demək istəyirsiniz? Yəni həmin ərazini, zəlzələ baş verən ərazini qoruyur bu mənada? Zəlzələ baş verən ərazini, əgər baxın bir, millətin orada güvənini sağlamaq üçün hər hansı bir mühafizə orqanlarına ehtiyac varsa, İranın polisi var, yəni neyr-intizami dedikləri, yəni ümumi polisi var. Ehtiyac yoxdur, Sepah gəlir orada yer tutar. Sepahın məxsusən bu neçə illərdə gördüyü görevləri bu olubdur. Hər hansı bir xalq etirazı millət tərəfindən, istər Azərbaycanda, istər başqa yerlərdə olubdur. Birinci görevi ki, görübdür, milləti bastırmaq olub. İndi Sepahın bir dənə, necə deyərlər, əskəri bir güc, nizami bir gücün orada yer tapması qeyri-addidir. Yəni, heç ehtiyac yoxdur Sepah oraya gedə, oranı qoruya. Oranı qoruq eləyə özünə, daha doğrusu, qorumaya. Onun üçün Sepahın orada olması ehtimali xalq hərəkətinin, xalq etirazını bastırmaq üçün oradadır. Bu da bunların bu məsələsi. Əlbəttə, o yardıma, yəni insanlara verilən yardımlarda bir rolu varmı Sepahın? İnsanlara verilən yardımları da onlar tutub alırlar. Hətta alırlar. Alırlar və bir başqa xəbərlər də gəlib. Və bəzi yerlərdən də mən çək eləmişəm, təyid eləyirlər. Bunlar alan ərzaqları alırlar, orada özləri zəxirə eləyirlər və istədikləri sonra bəzən istədikləri şəhərlərin, yəni sanki burada İranın hər tərəfindən Azərbaycana yardımlar vardı. Onların maşınlarının üstünə vururlar ki, məsələ bunu İsfahandan yollayıblar. Bəzən belə işlər görürlər. Və ya bəzən də Salih bəy, millət tərəfindən gələn yardımlar alırlar, doldururlar arabalara, maşınlara, sonra vururlar ki, məsələn bunu rəhbər tərəfindən yollayıblar. Bunu nə bilim Qızılay Para Cəmiyyəti verib, millət verməyib, belə bir şey var. Bütün İrana parlament gətirmiş, qanun gətirmiş, mədəniyyət gətirmiş, məşrutiyyət inqilabı böyüklükdə inqilabı liderlik etmiş Səttarxanın kəndidir, uçan kənd, Oxara kəndi. Yəni, belə bir məntəqə 100 ildən sonra belə mi olmalıdır? O qədər imkanatla, o qədər Allah vermiş sirvətlə Avropanı Asiya bağlayan bölgə olasan, o qədər səndə imkanat ola Allah tərəfindən, o qədər səndə şuurlu insan ola, gözəl hava ola. Yəni, belə mi qalmalıdır belə bir yerdə? Salih bəy, bir dənə də sualım vardı. Məsələn, yəni bu çox güclü bir zəlzələ idi. Amma yəni eyni şey başqa ərazilərdə baş versəydi sizcə və yaxud baş veribsə əvvəllər, yəni hökumət eyni cürəmi addım atardı və yaxud eyni cürəmi addım atmışdı keçmişdə? Yəni çox güclü bir zəlzələdir, ona yardım etmək, ona çatmaq yəqin ki o qədər asan iş deyil. Amma yəni doğrudan düşünürsünüzmü ki bu mütləq etnik bunun bir səbəbləri var, motivasiyası var və yaxud ümumiyyətlə yəni başqa yerdə baş vermişdirsə zəlzələ, onda hökumət necə ona reaksiya vermişdi? Çox gözəl bir sual. Baxınız, zəlzələ mütəxəssisləri deyir ki, bugünkü texnoloji əsasında, yəni dam düzəltmə, ev düzəltmə, tikinti texnolojisi əsasında, hətta 7 Richter əsasın, 7 Richter ya 7 bal gücündə olan zəlzələlərdə gərək insan ölməyə. Bu olan zəlzələ 6, Amerikanın dediyinə görə 6-4-dür, İranın dediyinə görə 6-2-dir. Bundan öncə Bəmdə, İranın, yəni Farsnişin bölgəsində
6-8 olmuşdu. Yəni bundan çox idi. Orada da çox insanlar öldü. Orada da yəni dövlət suçludur. Çox insanlar öldü. Onların da durumları düz deyildi. Amma zəlzələdən sonra davranışlar tamamilə Azərbaycanda olan davranışlarla fərqli idi. Yəni belə demək olar, müqayisədə Azərbaycanda bu gün olan zəlzələ, yəni bal gücü baxımından Bəmdə olandan daha az olubdur. Amma gərək az ölü və xəsarət qoymuş ola. Amma az gücünə olmasına rəğmən xəsarətlər çox olubdur. Səbəbi nədir o xəsarətin çox olmasının? Səbəbinin olması bölgənin yoxsul olması, bölgənin yəni strukturlarının yəni 0 dərəcədə olması, bölgədə iqtisadi yatırımın olmaması. Yəni səbəbi budur. Əgər yol yoxdursa, əgər orada insanların iqtisadi durumu çox aşağıdırsa, o gedib palçıqla ev düzəldəcək. Dəmir ilə, yəni özünü mühafizət eləyən vəsilələrlə ev düzəldə bilməyəcək. Onun nəticəsi də bu olacaq. Ərz edeyim ki, və ondan sonra düzdür, zəlzələ bir dənə təbii bir olaydır. Amma zəlzələnin necə müdiriyyət eləmək, necə onun bohranlarını kontrol eləmək, onun insanlara gələn zərərlərini həm öncədən, həm və sonra azaltmaq, o tamamilə insani bir işdir. Tamamilə yəni müdiriyyəti bir işdir, tamamilə dövlətə və insan məsuliyyəti ilə ilgidə olan bir işdir. Başqa ölkələrlə müqayisədə özəlliklə ən sonu ki, Bəmdə, yəni bir Fars bölgəsində olmuşdu, İran həm xarici yardımları qəbul elədi, həm tez yəni milli əza elam elədi və bütün dəstəyi ilə, əlinin yardımı ilə, hər şeylə orada oldu. Amma onun heç birisinin təəssüflə bizim bir günləri Azərbaycanda bunları eləmədi. Və bu işlərdir ki, bizi bu nəticəyi, mən heç sevmirəm ki, deyəm burada hakimiyyət əmdən Azərbaycanlıları belə etmək istəyir. Heç gerçəkdən sevmirəm. Niyə Azərbaycanlılar belə eləsin ki? Amma siz bu olan qərinələri, olan əmarələri, olan dəlilləri, bunların gördüyü işləri, yəni oruçluq ayında bunlar özləri hələ bayram tutarlar, hər yeri yas elərlər. Oruçluq ayında insanlar orada uçuq damların altında ölürlər, anaların axtarır. Bunlar gəliblər İranın televizyonunda, 3-cü şəbəkəsində Xəndəbazar adında deyib gülmə, hırtıldama bərnaməsi proqramı yayıblar.